Salam dəyərli müdavimlər, mən SRM Akademiyasından Texnologiya fənn üzrə təlimçisi Məmməzədə Fatimə. Bu günləri sizinlə 8-ci sinif mövzusu tikiş maşında ilgiləşmə texnologiyasını sadə izahla qeyd edəcəm. Əsasən test üzərindən düşmüş sualları izah edəcəm. İlgiləşmə tikiş maşınının texniki keyfiyyətləri və üstünlükləri ilə birbaşa əlaqəlidir. İlgək bütün tikiş maşınlarında eyni üsulla adi ziqzaq şəkilli tikişlə hamar düzbucaqlı şəklində işlənilir. Testdə hansı şəkildə olsa ziqzaq şəkildir. Bunu götürmək lazımdır. Yəni tikişin növü olaraq ziqzaq şəkildir. Amma kompüter əsaslı tikiş maşınlarının daxilində iş rejimlərinin elektron idarə sistemi yerləşir. Kompüter əsaslı da elektron idarə sistemi yerləşir. Belə maşınlarda sadə düzbucaqlı ilgək və gözlüklü ilgək açıla bilər. Şəkil 1A-da düzbucaqlı qeyd edilib, birin B-sində isə gözlüklü. Hətta o imtahanda şəkili verib növünü soruşa bilər. Kompüterləşdirilmiş tikiş maşını belə ilgəkləri bir neçə növdə və ölçüdə açır. İlgəkləşmə proses kimi avtomat, yarım avtomat və əllə yerinə yetirilə bilər. Yəni 3 üsulla avtomat, yarım avtomat və əllə. Hər 3 halda tikiş maşını ilgək açmaq üçün nəzərdə tutulmuş xüsusi pəncə yerləşdirilir. Məlumat üzərində ilgək açmazdan öncə onu bir parça kəsiyinin üzərində nümunə üçün tikmək lazımdır. Nümunə üçün ilgək tikməkdə məqsəd sapın qalınlığını, parçanın dartılmasını və ilgəyin ölçüsünü müəyyən etməkdir. Bu testin suallarında düşə bilər. Nümunə üçün ilgək tikməkdə məqsəd sapın qalınlığını, parçanın dartılması və ilgəyin ölçüsünü müəyyən etməkdir. Şəkil 2A-da ilgək açılması üçün pəncə var. Burada yuxarıda qeyd etdim ki, ilgək açmaq üçün nəzərdə tutulmuş xüsusi pəncə yerləşdirilir. Hər 3 halda tikiş maşınının növündə. Həmin dediyimiz xüsusi pəncə şəkil 2A-dadır. Və B variantında isə pəncənin tikiş maşında yerləşdirilməsi göstərilmişdir. İlgəklərin açılması üçün yalnız nazik sapdan və iynədən istifadə edilir. Keçik ilgəyin sıralanma ilə işləmə texnologiyasına burada 9 növü olsa da qıraqdan çox çətin gələ bilər ardıcıllıq, amma çox asandır. Birincidə parça kəsiyi uzunluq lifləri boyunca 2-yə qatlanır. Nə edirik? Parçanı uzunluq lifləri boyunca 2-yə qatladıq. 2-də içinə 2 iç ara qat yapışdırırıq və ilgəyin yerini qeyd edirik. 2 iç ilgək kimi açar sözlərini yadda saxlamaq olar. Üçüncüdə bütün bunlardan sonra, yəni bu proseslərdən sonra tikiş maşınına ilgək açmaq üçün pəncə yerləşdirilir. Yuxarıda qeyd etdiyim həmin pəncədən söhbət gedir və üst sapın çəkilməsi azacıq zəiflədilir. 4-də rəqəmlərdir. Diskli çevirici açar ziqzaq şəkli tikiş vəziyyətinə gətirilir. Tikiş arasının ölçülərini seçirik. Uzunluğu 1 mm, eni isə 2 mm olur. Həmin şəkil 3 burada qeyd edilir. Uzunluğu 1 mm, eni isə 2 mm. 5-də İynə sol vəziyyətə qoyulur və tikişlər ilgənin sol tərəfinə salınır. Yəni bizim birinci tikişimizin vəziyyəti sol tərəfdən başlanır. Şəkil 1-də, daha doğrusu 4-ün birincisində burada qeyd edilib sol vəziyyətdə. 6-da artıq iynəni orta vəziyyətə qaytarırıq. Baxın, burada da qeyd edilib orta vəziyyətə qaytarılır və ilk bərkitmək üçün 3-4 tikiş atılır. 7. Tikiş arasının əvvəlki eni tənzimlənir və iynə sağ vəziyyətə gətirilir. Yəni tikişimizin artıq sonunda sağ vəziyyətə gətirilir. İlgəyin sağ yarısı boyunca tikişlər salınır. Burada şəkil 4-ün 3-ündə də göstərilib. 8. Tikiş xəttinin sonunda ikinci bərkitmək üçün bir neçə 2 qat tikiş arası yerinə yetirilir. Biz birinci yuxarıda dedik axı, 6-da dedik ilk bərkitmək üçün 3-4 tikiş atılır. Artıq 8-də deyirik İkinci bərkitmək üçün bir neçə 2 qat tikiş arası yerinə yetirilir. Diskli çevirici açar düz xətti tikiş vəziyyətinə gətirilir. Bir neçə bərkitmə tikişi salınır. Burada biraz söz bazası var. O qədər də
izahı, yəni əsası uyğun deyil. Yəni tikiş xəttinin sonunda ikinci bərkitmək üçün bir neçə iki qat tikiş arası yerinə yetirilir sözü açıq aydındır. Bu da şəkil 4-ün 4-ündə qeyd edilib. Sonunda nə edirik? İlgək ortadan ilgək açan bıçaqla kəsilir. Bu da ilgək açan bıçağımız şəklidir, təsviridir. Bu da düşə bilər. Bu ilgəyin kəsilməsidir. İlgək ortadan ilgək açan bıçaqla kəsilir. Bunun üçün parça tikiş iynəsinin altından çıxarılır. Üstündən yox, altından çıxarılır. Nümunə üçün ilgəkdə yaxşı nəticə anadək yerinə yetirməlidir. Gördüyünüz kimi, yenə ardıcıllığı qeyd edə bilərik ki, birinci parçamızı uzunluğa boyunca ikiyə qatladıq. 2 içinə ara qat yapışdırılır, ilgəyin yerini qeyd edirik. 3-də pəncəni yerləşdiririk. 4-də rəqəmlərimizdir. Uzunluq 1 mm, eni 2 mm və yaxud rəqəm verilməsə, hansı tikiş vəziyyətinə gətirilir? Ziqzaq şəkildir. Diskli çevirici açar, ziqzaq şəkli tikiş vəziyyətinə gətirilir. 5-də tikişimiz soldan başlayır, 6-da orta vəziyyətə gətiririk, 7-də sağ vəziyyətə gətiririk. 8-də isə bir neçə iki qat tikiş arası yerinə yetirilir. 9-da isə nəhayət ilgək açan bıçaqla kəsilir. Ümid edirəm dərsin izahı sizə aydındır. Dinlədiyinizə görə təşəkkür edirəm.